Salamlayıram mərkəzi bütün inkubator həvəskarlarını, bütün təsərrüfat sahiblərini. Demək, yəni inkubatorumuzu yığmışıq. Demək, inkubator 1044 tutumlu inkubatordur. Gördüyünüz kimi qəşəng səliqəli yığılıbdır. Bir ədəd isə çıxış aparatıdır. Deməli, 1044 tutumlu inkubatorun çıxış aparatıdır. Gördüyünüz kimi bu da səliqəli şəkildə yığılıbdır. Demək, inkubator Naxçıvana gedir, Culfa rayonuna gedir. İnşallah Allahın köməkliyi ilə sabah yola salacaq geçsin. Demək, qəşəng görürsünüz, necə gözəl, səliqəli yığılıbdır. Tam avtomatik rejimdə işləyir. Mexaniki heç nə yoxdur. Tam avtomatik rejimdə işləyir. Hər bir şeyi. Gördüyünüz kimi zavatskoy latoklardır. Zavatskoy. Çıxış səbətləridir. Qəşəng, səliqəli yığılıblar. Bir dənə o yüz, bu yüz, bir dənə əyri, üyrü, belə şey ola bilməz heç vaxt. Çünki biz işlərimizi təmiz görürük, dəqiq görürük, hər bir şeyi. Bir dənə maleşi bir şey ola bilməz. Hədiyyələrimiz də, baxın, görürsünüz, həm inkubator üçün qoymuşuq hədiyyə, həm də çıxış aparatı üçün qoymuşuq hədiyyə. Baxın, 2 ədəd su qabı, yem qabı, şılanqı, krantı, nə bilim, su bakoku, salnikləri, əlavə su qabısı var, başqa şeyləri var. İnşallah onları da veririk, müştərilər bilir. Görürsünüz, hədiyyələrdir. Eyni həmin hədiyyələrdən də çıxış aparatına qoymuşuq. Biz fərq qoymuruq. Hər bir aparatın üstündə hədiyyələrimizi veririk. Demək, yenə kanistridir, yem qabısıdır, su qablarıdır. Deməli, şılanqı, krant, hər bir şey. Bax, eyni. Bir adama gedir, Naxçıvana gedir, Naxçıvanın Culfa rayonuna gedir. Hədiyyələrimiz də yerində, inkubatorlar da göz qabağındadır, qəşəng səliqəli şəkildə yığılıbdır. Demək, kim istəsə, kim arzusundadırsa belə inkubatorlardan əlaqə saxlasın. Baxın, əlaqə nömrələrimizi göstərirəm. Bu bizim əlaqə nömrələrimizdir. Aşağıda yazıb, ikisi də aktivdir. WhatsApplar da aktivdir. 24 saat telefonumuz da aktivdir. Bax, gördüyünüz kimi bu çıxış aparatıdır. Demək, çox adam sual verir ki, bu çıxış aparatı nə üçündür? Bax, indi izah eləyirəm, qulaq asın. Videolarımın çoxunda mən izah eləmişəm. İnkubatordur, qardaş. Yumurtanı vurmusan, deyək ki, 1044 tutumlu inkubatordur, yığdın yumurtanı. Çıxış başlayan vaxtı, 3 gün qalmış yox ha, 3 gün qalmışı unudun. Belə söhbət yoxdur. 3 gün qalmış söhbəti yoxdur. Çıxış başlayanda. Hansı düzəyə, məsəl üçün, biri çıxıbsa, gördün din vurubsa, onları çıxardırsan, vurursan bu çıxış aparatına. Başlayır burada çıxış etməyə. Çıxış burada gedir. Sən ora əlavə təzə yumurta vurursan. Deyək ki, bu inkubatordan bir dənə də varındı. 2 dənə də varındı və yaxud 5 dənə varındı. Bugün bunu doldurdun. Üstündən 3 gün keçdi. 4-cü gün obisini doldurdun. Ondan sonra hər 4 gündən, 3 gündən bir, 4-cü gün obisləri yığırsan. Yığdıqca da, qardaş, çıxış vaxtı hansı başladı çıxmağa, vurursan burada çıxışa, ora təzəsini vurursan. 3 gündən sonra obisi başlayır. Yəni, çıxış 3 gün gedir. Bu çıxış bitəndə obisi inkubator başlayır çıxmağa. Oradan çıxardırsan, vurursan buna. Buradan çıxardırsan, vurursan ona. Başa düşdünüz, bax budur, məsələ budur. Həm 3 gün, hər partiyada 3 gün qabağa düşürsən, həm də düzələrin orada sərgəli şəkildə çıxır, rahat şəkildə götürürsən. Ondan sonra bu inkubatora partiya vura bilərsən. Bugün 100 yumurta, sabah 200 yumurta, obisi gün 10 yumurta, obisi gün bir dənə yumurta. Hansı başladı çıxmağa, yenə çıxart qoy burada çıxışı verə. Və bura qarışıq da vura bilirsən. Yarısın, məsəl üçün, qaz, yarısın hinduşqa, yarısın ördək, ya misal üçün. Yığdın, hansı başladı yenə çıxışa, çıxardıb orada çıxışı verirsən. Bu rahat bir şeydir. Bu adam, qardaş, aparır özü üçün, çıxış eləyəcək, qəşəng, satışını eləyəcək. Məsələ burasındadır ki, əgər sən özü üçün bir dənəsini alırsa, özü üçün istifadə eləyəcəksə, bunun içində də çıxışını eləyə bilər. Həmin bu latoklardan əlavə olaraq alır, yumurtasını vurdu, doldurdu tam şəkildə. Çıxış başlayanda, qardaş, həmin yumurtaları götürdü, yığdı həmin o sarı səbətlərə, səbətləri yığdı bunun içinə, qardaş, rejimi dəyişdi, çıxışını elədi. Yəni, burada da eləyə bilər. Bu adam, qardaş, işlədir 3 dənə, 5 dənə, yəni təsərrüfat qurur. Təsərrüfat quranda öz içində çıxış eləmək üçün, qardaş, ona ehtiyac yoxdur ki, sənə çıxış aparatı lazımdır. Sən bilən də deyir, bilməyən də deyir. Ona görə cəmaata düzgün izah vermirlər. Müştəriyə gərək düzgün izah verəsən ki, o bilsin nə var, nə yox. İndi izahı budur. Əlavə də nəsə bilməzsiniz, əlaqə saxlayın, mən sizə deyim. Bir də inkubator da, bax, deyirəm, yenə bilin, 3 gün söhbəti yoxdur. Buna hansı savadsız, hansı bilməyən, hansı başdan xarab gəlib deyirsə cəmaata. Cəmaat, qardaş, ailəmi qatır bir-birinə, kişi.
Sən gedib boş-boş danışırsan, milləti qoysan yaman günə. 3 gün söhbəti yoxdur. Bax deyirəm, bilməyən o ustalar mı, nə bilim, nələrmi bilsinlər ki, milləti, cəmaatı aldatmasın. 3 gün söhbəti yoxdur. Qardaş, cüzə hansısa gün başladısa çıxmağa, o gün vurursan çıxışa. Всё, bitdi, getdi. Yoxsa sən 3 gün qalmış götürüb çıxışa vursan, demək 18-ci gün çıxmaq başlamır. Sən o durub 15-ci gün vurursan çıxışa. Bəs 21-ci gün çıxan cüzənin hələ bir 6 günü qar axı, bir həftəsi qar. Sən məhv eləyirsən axı o cüzəni. Bir dəfə dərk eləyin də. Bu mən sizə yəni deyirəm qardaş, cəmaatı səhv yönəltməyin də. Bilmir axı, bunu alan adam nə bilir ki, bu nə olan şeydir. Sən onu başa salmasan, düzgün yönətsən, düzgün gedəcək. Səhv yönətsən, səhv gedəcək də. Bunu başa düşün də bir dəfə. Kim nə bilmirsə qardaş, heç kimdən soruşma. Şəxsən mənə zəng verin qardaş, mən sizə məlumat verim. Gedin rahat işinizi görün. Və yaxud aç havalandır. Açıb havalandırırlar. Açıb havalandırmağa ehtiyac yoxdur qardaş. Niyə açıb havalandırırsan? Gedib o deyən adama sual versən, deyəcək toyuq da durub gedir, gəzir də. Sən toyuqla söhbət eləyirsən, sən toyuğun dilini bilirsən, söhbət eləyirsən, oturub soruşursan ki, sən niyə durmusan buradan, nə üçün durmusan? O da sənə deyir ki, havalandırmaq üçün durmuşam. Neçə dəqiqə havalandırırsan, bu qədər havalandırıram. Boş-boş şeylər, cəmaatı qardaş, reyting yığmaq üçün boş-boş şeylər danışma. O gedir, sən boş danışırsan, o gedəcək yumurta vuracaq. Sabah qardaş yandıracaq, o gedəcək yumurta vuracaq. Sabah qardaş problem yaradacaq. Cüzələr zatlar məhv olub gedəcək, heç də. Səndən nə gedir ki, gedən ondan gedəcək. Niyə? Boş-boş reyting qazanmaq üçün, nəsə qazanmaq üçün cəmaatı qardaş Allah düz de də, düz de, kişi kimi düzün danış. Qoy qardaş, cəmaat düzə gəlsin də. Əyri adama, əyri insana insan bir dəfə gedir, qardaş. O adını çəkmək istəmirəm, deyir o bir heyvan var, deyir o palçığa bir dəyə batar. İkinci dəyə batmaz. İndi düz yola gətirin də, bu alacaq buna nə əziyyətlə gedəcək, pul verəcək, səndən nəsə alacaq, aparacaq, qoyacaq, yaman günə qoyarsan, hapsi o. 1000 dənə qarqış tökəcək. Ona görə də qardaş, belə şey eləməyin. Dua qazanın, dua, balavıza, ailəvizə, uşağınıza, özünüzə dua qazanın. Bu da bizim inkubatorlar göz qabağında. Kim də nə bilmirsə əlaqə saxlasın. Bu havalandırmadır, bu nə bilim nədir. Belə şeyləri qardaş eləməyin. Sadəcə bilin ki, sizin başınızı alladırlar. Əlaqə saxlayın. İnkubator hər şeyi özü eləyir. Havalandırır da, soyutma rejimi də verir, çöldən oksigeni də verir içəri, lazım olan vaxtda içəridən çölə də verir. Ailəm siz bilməyən adamlardır, boş-boş söhbətlər edirlər. Əlaqə saxlayın. Gedib, qardaş, kimlə siz alın, yəni, məndən gəl al, məndən gəl düzətdir, məndən nə bilim, təmir elətdir söhbəti deyil. Fərq eləmir. Ruzunu verən Allahdır, qismət kimindirsə odur. Amma bir maraqlanın, gedin, düz iş görün, düz adama rast gəlin ki, işinizi düz görsün sizə. Nəysə, kimə də lazım olsa belə gözəl inkubatorlar əlaqə saxlayın. Bu da bizim yerə göstərirəm. Əlaqə nömrələrimiz, baxın, hədiyyələrdə üstündədir, il sonuna qədər verəcəyik. Əlavə yenə varımızdır, bax. Hazırdır, çəkilişini eləyəcəm. Çıxış aparatı var, hazırdır, çəkilişini eləyəcəm. İnşallah onda çəkilişin sabahlarıca, bax, eləyib, inşallah paylaşacağım, baxarsınız. O isə qaz yumurtasıdır. 725 dənə qaz tutur. Bu da toyuqdur, 1044 toyuq və çıxış aparatı. Allah xeyir versin müştərimizə, inşallah Laxçıvana yola salırıq, Culfa rayonuna. Bütün rayonlar, bölgələr, hamısı mənim üçün əzizdir, doğmadır. Fərqi yoxdur. Mən harada doğulmuşam, harada böyümüşəm, harada yaşamışam, heç bir fərqi yoxdur. Bütün Azərbaycan mənim üçün doğmadır. Əlaqə saxlayın, kimə də lazım olsa belə gözəl inkubatorlar yollayaq, düzəldək, təmir eləyək, yığaq verək. Sağ olun.